zikri ve tesbihidir. Xanım Fatıma-i Zəhranın iki cür təsbihi var. Yəqin ki, bilirsiniz, dəfələrlə deyilib. Mən yaduza salıram, bəzi cavan uşaqlar mümkündür eşitməyələr, onları da öyrənsələr yaxşıdır. O budur ki, biri budur, gecə yatanda o zikri deyəsən, biri də budur ki, namazdan sonra o zikri deyəsən. İkisini də Peyğəmbər öyrədib Xanım Fatıma-i Zəhraya. Və bu zikr hədiyyəti Peyğəmbərdən öz qızına. Peyğəmbər qızına hədiyyə eləyir. Zəhra getdi atasının yanına. Dedi ki, bu cür mən işim çoxdur, uşaq bir yandan, evin işi bir yandan. Mənə bir, əgər olsa bir xadimə verəsən, mənə kömək eləyə evin işində. Getdi, gördü, atasının yanında qonaqlar var, qapıdan baxdı, qayıtdı, gəldi. Qayıtdı, gəldi, day heç nə demədi. Əli əleyhissalamla danışmışdı ki, mən nə üçün gedirəm atamın yanına. Əli boş qayıtdı, gəldi. Sabahları Peyğəmbər gəldi, salam verdi, 3 dəfə salam verdi, keçdi içəri, sözüm onlarda dör. Əsas məqsədim budur. Gəldi, dedi ki, dünən gəlmişdim mənim yanıma. Buna görə gəlmişdim. Əli əleyhissalam cavab verdi. Buna görə gəlmişdi. Peyğəmbər bir cümlə buyurdu. Buyurdu, əfəla uəllimukuma ma huvə xeyrun ləkuma minəl xadim. İstəyirsiniz ki, mən sizə bir söz öyrədim. O, siz üçün xadimdən və xadimədən yaxşıdır. İstəyirsiniz? Onlar dedi, istəyirik. Peyğəmbər öyrətdi. Dedi, bax, qızım, gecələr yatanda 33 dəfə Sübhanəllah, 33 dəfə Elhamdülillah, 34 dəfə Allahu Əkbər. Bu sənin zikrin. Əgər bu zikri deyə bildin, İmam-ı Sadiq əleyhissalam buyurur, mən batə əla təsbih-i Fatimə. Hər kəs bu 3 dənə zikri, o sayınan ki dedim, ardıcı desə yatanda, kanə minəz zakirinəllahə kəsirən və zakirat. O ki, Quran bizə deyir, ya əyyuhəl-ləzinə amənu, uzkuru zikrən kəsira. Zikr eləyin Allahı, özdə kəsir, çox zikr eləyin. Həzrətdən soruşdular ki, zikri kəsir nədir? Çox zikr yəni nə? Yəni 1 saat, yəni 2 saat, 3 saat, sutkanın hamısı, zikri kəsir nədir? Həzrət buyurur, hər kəs Xanım Fatıma-i Zəhranın zikrin yatanda desə, Allah onu zikri kəsirin əhlindən qərar verər. O ayyə əməl eləyib. Əlbəttə, bu zikrinlə namazın zikrinin fərqin bildiniz nədir? Namazda əvvəl 34 dənə Allahu Əkbərdir. Ondan sonra Elhamdülillah, ondan sonra Subhanəllah, hərəsi 33 dəfə. Bunda əksinədir. Əvvəl Subhanəllah 33 dəfə, ondan sonra Elhamdülillah 33 dəfə, ondan sonra Allahu Əkbər 34 dəfə. Bu tərtibinə deyilib. Bizim ixtiyarımız yoxdur biyanoyan eləyək. Tərpətdün yerin o hədisdəndir. Yəni, əgər bu zikrilərdə ki biz oxuyuruq, hər birisinin yerin zərrə qədər tərpətdün, o hədisdəndir, o oldu ayrı şey. Ona görə də namazınkında təkid budur. 3 dənə şərti var. Namazdan sonra ki təsbih deyirik, elhamdülillah hamımız da deyirik, onun 3 dənə şərti var. Əgər 3 dənə şərti olsa, faydası var bizə. 7-8 dənə mühüm faydası var. Amma əgər şərti düz ola. Şərti nədir? Bir şərti budur ki, 3 dənə şərti var. Bir şərti budur ki,
Esselamu aleykum ve rahmetullah ve berekatuh dedin, səcdə eləsən eybi yoxdur. Ona icazə veriblər. Yerindən durmayasan, qıçığı uzatmayasan, o yan bir yana baxmayasan, durub telefona cavab verməyəsən, heç nə. Esselamu aleykumu dedin, səcdə şükr elədin, eləmədin zikri başlayasan, ara verməyəsən. Ara vermədən zikri başlayasan da, qutarasan da, yarıda da durub telefona cavab versin, day o hədis budur, dəyişildi. O savab ki yazıblar, o fərq eləyəcək. Bu bir. İkinci şərti budur ki, elə ki zikri dedin, qutardın, axırda Subhanallahdır. 33-cü Subhanallahı dedin, ondan sonra deyəsən, La ilahe illallah, Estağfirullah Rabbi və ətubu ileyh. Bunu da ondan sonra deyəsən. Bu 3, 2, 4, necə? 2. Həblə bir cür baxırsa da elə bilir ki. Üçüncüsü də budur ki, huzur-i zehninlə, qəlbinlə bunları deyəsən. Əlində zikri deyirsən, namaz kimin? Necə namazda gərək yadında olasan ki, mən hardayam? Necə namaz qılanda İyyâke nə'budu deyəndə biləsən ki, mən Allahla danışıram? Dağda bağda olmayasan, bu zikri də o cürdür. Zikri deyəndə dəqiq, yadında olasan, özün yadından çıxmayasan, başqa şeylərə fikirləşməyəsən, elə ki bu zikriləri dedin, bunlarda fayda var. Allah xanım Fatimə-i Zəhranı bizə verib, bu faydaları biz ondan götürək. Nə faydası var bu zikrin? Bir faydası budur ki, İmam Sadiq Aleyhisselam buyurur, hər kəs namazdan sonra xanım Fatimə-i Zəhranın zikrin desə, hər bir rəkəti olur 1000 rəkət. Hər bir rəkət olur 1000 rəkət qədər fəzilət verilir ona. Bu bir. İkincisi budur, qiyamətin günündə əməllər qoyulur, tərəziyə çəkilir. Bunu bilirik, Quranda bizə deyir, vəl-vəznu yevmə izin əl-haqq, qiyamətdə əməllər çəkiləcək. Deyir, hər kəs bu zikri, xanım Fatimənin zikrin tərk etməsə, tərk eləməsə, həmişə desə, hədis belədir. Deyir, o 33 dəfə Subhanallah tərəzinin yarısını doldurur. 33 dəfə Elhamdülillah tərəzinin qalanını doldurur. O 34 dəfə Allahu Ekber yerlə göğün arasını doldurur. Biz elə bilirik ki, Allahın xəzinəsi qutaracaq. Yerlə göğün arasını doldurur. Ona görə də bəzən görürsən, adam var, Esselamu aleykum və rəhmətullah və bərəkatuh, durdu getdi. Allah mələkələrinə deyir, bax ona, elə bil heç onun mənə ehtiyacı yoxdur. Namazı qutardı, durdu, qaçdı, getdi. Zikrin demədi, duaların eləmədi, məndən istəmədi, istə qoy verin. Niyə istəmirsən? Bu ikinci fayda. Üçüncü faydası budur. İmam Sadiq Aleyhisselam deyir, biz balalarımızı öğretmişik namaza. Bizim balalarımız namaz kılır. Ondan sonra deyir ki, həm də nənəm Fatimənin zikrini də öğretmişik. Həm namaz kılırlar, həm namazdan sonra o zikri deyirlər. Həzrət buyurur, o adamlara ki danışır. Deyir, فَاِنَّهُ لَمْ يَلْزَمْهُ عَبْدٌ فَيَشْقَى. Hər kəs bunu, bu zikri demədi, xoşbəxt olmaz. Xoşbəxtçilik bundadır. Bədbəxt olar o insan, özün əhl-i beytidən ayrı sala. İbadətə qatıb Allah onları, bizlik deyir. Allah əhl-i beyti gətirib, bizim ibadətimizin içinə qarışdırıb onu, ki biz onlardan ayrılmayaq. İndi biri özün gücünə ayırır, o başqa məsələdir.
Biri qapını qıfıllayır, öz üzünə rəhmət qapısın, o öz işidir, özü bilər. Amma Allah qatıb onları. Cürəbə-cürə qatıb, yeri budur. Dördüncüsü budur ki, hətta əgər şəfa niyyəti ilə oxusun o zikriləri, Allah xəstəliklərə, cismi xəstəliklərə də şəfa verər. Bir nəfər gəldi İmam Sadiq əleyhissalama, öz dərdindən şikayət elədi. Nə idi dərdi? Qulağı ağrıyırdı, başı ağrıyırdı, ürəyi ağrıyırdı. Onu ancaq ki öz dərdindən şikayət elədi. Həzrət ona dedi ki, Əleykə bi təsbih Fatimə. Sənə öyrədirəm ki, nənəm Fatimənin zikrin yadından çıxartma. Hədislərdə var, deyir, o insan bir müddətdən sonra gəldi, özü dedi. Dedim, mən ona əməl elədim, hətta əzhəbə ənni ma kuntu əciduhu. O ağrılar, dərdilər ki, məndə var idi, onlardan nicat tapdım. Yəni, hətta insanın cisminə də, əgər niyyət ilə, əgər huzur qəlb ilə, əgər o şərait ilə ki dedim, deyə bilsə, ondan sonra beşincisi budur ki, Allahın məğfirəti. Mən səbbəhə təsbihə Fatimə. Həzrət buyurur, hər kəs Fatimənin təsbihin desə, amma o şərtilər ilə, çünki hər şərtilər bu hədislərdə var, mən də onları əvvəldə dedim, keçirəm bunları. Qəfərəllahu ləh, deyir, Allah bağışlayar o insanı. Namaz qıldı, hər namaz, hər bir vacibi namazdan sonra, süb olsun, günorta, axşam, qəza namazı, hər vaxt vacibi namaz qutardı, o zikriləri dedin, deyir ki, qəfərəllahu ləh. Altıncısı hansıdır? Altıncısı da budur ki, Allah şeytanı uzaq eləyər. Xanım Fatimə-i Zəhranın zikrində bu xasiyyət var ki, şeytanı uzaq eləyər və Allahın rizayətin insanlara yaxın eləyər. Çünki Allahın rizayəti ilə şeytanın rizayəti bir-birinin ziddidir. Şeytan razı oldu, Allah razıdır. Şeytan razı qalmadı, Allah razıdır. Yəni, bunlar ikisi gecə ilə günüz kimindir. İmam-ı Baqir əleyhissalam buyurur, hər kəs xanım Fatimənin zikrin desə, sümməstəğfərə, istiğfarı da eləyə, la ilahə illallahı da deyə, Allah bağışlayar, ondan sonra Həzrət buyurur, vəhiyyə mi'ətun billisan, o dildə 100 dəfədir. Hamısı olur 100 dəfədə. Deyir, o dildə 100 dəfədir. Və əlfun fil mizan, amma qiyamətdə tərəziyə qoyanda 100 dənədir, 1000 dənədir. Və yətrudu şeytan, şeytanı uzaq eləyər və yurzi ər-rəhman, Allahı razı eləyər ki, pərverdigar aləm, Əvcəbəllahu ləhu əl-cənnə. Hədisin axırında var, deyir, pərverdigar aləm razı qalar, razı qalandan sonra da öz bəndələrinə cənnət mərhəmət eləyər. Allah